Bismillahirrahmanirrahim. Esselamu aleykum və rahmetullahi və barakatuhu. Hörmətli izləyicilər, xoş gəlmisiniz İmami Məktəbi kanalına. Həqiqətlərin kəşfi verilişimizin bugünkü buraxılışından uğurlar arzulayıram. Bugünkü mövzumuz çox vacibdir. Əbu Hüreyrənin rəvayətlərinin etibarlılığı və tarixi gerçəkləri. Bizimlə bu mövzunu dərindən araşdıracaq Şeyx İbrahimdir. Şeyx, xoş gəlmisiniz. Aleykümselam ve rahmetullahi teala ve barakatuh. Elhamdülillahi'llezî hedâne lihâzâ ve mâ kunne linehtediye levlâ en hedânallah. Amma ba'd. Əziz qardaşlar və bacılar, bugün mövzumuz Əbu Hüreyrənin rəvayətlərinin həqiqi vəziyyəti və tarixi gerçəklərdir. Allahdan kömək diləyərək başlayaq. Şeyx, mən bunu eşidəndə həqiqətən şoka düşdüm. Bilindiyi kimi, Əbu Hüreyrə İslam tarixində sahabələrdən biri kimi tanınır. Amma siz deyirsiniz ki, onun yalançılığı çox məşhurdur. Bəli, doğrudur. Hətta İslam tarixində yalan sözü sanki onun adı ilə sinonim olmuşdur. Nasibi alimlərin nəzərində isə o, ədalətli və etibarlı kimi təqdim olunur. Amma həqiqət çox fərqlidir. Nasibi rical alimlərindən Əz-Zəhəbi yazır. Əbu Hüreyrə imam, fəqih, müctəhid, hafiz, Rəsulullahın sahabəsi, Əbu Hüreyrə Əd-Devsi Əl-Yəməni, sabit hafizlərin dostu. Əz-Zəhəbi, Siyər, 2-ci cild, 578-ci səhifə. Amma belə mümkündürmü? Hədislərin yarısını tək başına rəvayət etmişdi, yoxsa mən səhv başa düşürəm? Xeyr, səhv başa düşmürsünüz. Əslində, nasibi qaynaqlarına görə Əbu Hüreyrə gedərsə, onların dini də yarısı ilə gedəcək. Türkiyəli alim Hüseyn Hilmi İşıq deyir. Əbu Hüreyrəni inkar edən, şəriətin yarısını inkar edər. Çünki hökmlərin çıxdığı hədislərin yarısını o nəql etmişdir. Vay vay! Bu o deməkdir ki, həqiqətən də onun rəvayətlərinə o qədər böyük önəm verilib, amma onun öz dilindən yalanı da ifşa olunmuşmu? Bəli, doğrudur. Səhih Müslimdə açıqca görünür ki, Əbu Hüreyrə Rəsulullahın adına hökm nisbət edir. Bir kimsə qüslüsüz olaraq yatarsa, oruç tutmasın. Amma Ayşə və Ümmü Sələmə deyirlər. Nəbi bəzən qüslüsüz halda durub, oruç tutardı. Məsələ Marvana çatdırılır və Əbu Hüreyrə geri çəkilməyə məcbur olur. Sonra deyir, mən bunu Fəzl bin Abbasdan eşitdim, Nəbidən eşitmədim. Muslim, Əs-Sahih, 2-ci cild, 779, 780, Oruç kitabı, Bab 13, hədis 1110. Yəni əvvəlcə Rəsulullahın adından danışır, sonra isə düzünü Fəzildən eşitdiyini deyir, bu həqiqətən məhkəmə kimi sübutdur. Tamamilə doğrudur. Sahabələr onu sorğu-sual edirdilər. Bu qədər hədisi tək başına necə eşitdin? Səninlə birlikdə eşidən varmı? İbn Qüteybə yazır. Ömər, Osman, Əli və Ayşə Əbu Hüreyrəni yalancı demiş və rəvayətlərini rədd etmişdir. İbn Qüteybə, Təvil-il Muxtəliful Hədis, səhifə 89. Amma İraq əhli də onu yalancı sayırmış, düzdür? Bəli, Müslimdə Əbu Hüreyrə özü deyir. Əlini alnına vuraraq İraq xalqına səslənir. Ey İraq xalqı, siz elə zənn edirsiniz ki, mən Rəsulullahın üzərinə yalan uydururam? Muslim, Əs-Sahih, 3-cü cild, 1660, Əlbisə və Zinət, kitabı, Bab 19, hədis 2098. Yəni əslində İslam tarixində bu qədər məşhur olan sahabənin bir hissəsi həqiqəti əks etdirməyə bilərmiş. Bəli, tarix göstərir ki, hətta sahabələr belə onun rəvayətlərini sorğu-sual edirdilər. Vay, bu həqiqətən də həqiqətlərin kəşfi adını doğruldur. Mənim üçün dəfələrlə şok edici oldu. Həmçinin Əhl-i-Sünnənin hədis, tarix və rical sahəsində böyük alimlərindən Hakim Nişapurinin Müstətrək adlı kitabında Əbu Hüreyrə dedi ki, Ömər mənə dedi ki, ey Allahın və İslamın düşməni, Allahın malını, yəni Beytülmalı soğurlamısan? Vay vay, Şeyx İbrahim, bu sadəcə dəhşətdir. Ümid edirəm ki, yalancı vəhhabilər atdığınız bu güclü şübhələrə cavab verəcəklər. Çətin cavab verilər. Onlar çətinə düşən kimi imamları Əmr As, lənətullah əleyh kimi qaçırlar. Sonda sualımızı da verək və verilişimizi yekunlaşdıraq. Ömər ibn Xəttab Əbu Hüreyrənin Allah Cəllə Cəlaluhu və İslamın düşməni olduğunu söyləyir. Halbuki Peyğəmbər sallallahu aleyhi və aleyh belə buyurmuşdur. Əbu Zər dedi ki, Rəsulullah sallallahu aleyhi və aleyh belə buyurdu. Onlar bilə-bilə atasından başqasının oğlu olduğunu iddia edən heç bir adam yoxdur ki, küfr etmiş olsun. Hər kim özünün olmayan bir şeyi mənim deyə iddia etsə, o bizdən deyil. O cəhənnəmdə oturacağı yerə hazır olsun. Və hər kim bir kimsəni kafir deyə çağırır və ya düşmən olmadığı halda ona Allahın düşməni desə, sözü öz əleyhinə dönər. İndi kimdir Allahın düşməni?
Ömer ibn Xattab mı, yoxsa Əbu Hüreyrə mi? Allahumma la'an awwalaz zalimin zalamul haqq Muhammad ve ali Muhammad ve gasaba haqquhum ve huwa zindiqul akbar el-ahmaqul akbar el-kafirul mardud thaniye isnayn Nemrud el-fasiqul fajirul müşrikil matrud aduvullahi ve aduvur rasul ellezî enkera'l haqqul batul.